Salam, hər vaxtınız xeyir olsun, dəyərli üzvlər. Bugün Oqtay Eloğlu əsərinin izahına baxırıq. Əsər 6 pərdəli faciədir. Birinci pərdədə tamaşaya hazırlıq gedir və aktyorlar gavə geyimindədirlər. Firəngiz və Nadia Oqtayı görmək arzusundadır. Onlar Aslan bəydən çəkindikləri üçün Nadia pərdə qalxdıqdan, Aslan bəy yerinə oturduqdan sonra gəlməyi uyğun görür. Fikir verin, Aslan bəy teatra gəlməklərinə qarşı deyildi. Hətta özü gətirmişdi bunları. Amma səhnənin arxasında Oqtayla danışdıqlarından, görüşdüklərindən xəbəri yox idi və gül gətirmişdi Firəngiz burada. Səhnənin arxasında son işlər görülür. Tamaşa başlamaq üzrədir. Yəni tamaşa həm də axşam başlayacaqdı. Oqtay Tamaraya belə sözünü öyrətməyə çalışır, o da öyrənə bilmirdi və bala deməyə davam edirdi. Xaspolad və Şəkinski gecikirlər. Burada deməli teatrın oynandığı mənzilin kirayə pulunu istənilir. Oqtay tamaşanın baş tutması üçün üzüyünü verir. Aktyorların bəzisi oynamaq istəmir, amma Oqtay həvəsdən düşmür. Heç kimdə həvəs yoxdur Oqtaydan başqa. Aktyorlar işin məsuliyyətini dərk etmirlər. Hətta aktyorları Oqtayın özü hazırlamışdı. Səməd gəlir və Səmədin gəlməyində öz niyyəti var idi. Axşam Oqtayın anası Səmədin yanına gəlib, öz vəziyyətini bildirib və Oqtaya çatdırmağını istəmişdi. Belə çıxır ki, Oqtayın nitqindən dəfələrlə bundan əvvəl Səməd bu sözlərlə Oqtayın yanına gəlibmiş. Deyir, mən indi bilirəm sən nə deyəcəksən. Yəni anamın vəziyyətini, onların durumlarını danışır. Oqtay bunları özü demiş olur əvvəldən. Oqtaya anasının və bacısının ağır vəziyyəti barədə məlumat verir. Oqtay isə xalqın saadətini öz ailəsindən üstün tutduğunu deyir. Yəni Oqtayın bu cür davranışı hələ də oxucular arasında mübahisə yaradan və birmənalı qarşılanmayan məqamdır. Səməd Oqtaya atasının yaxşılıqlarını unutmadığını, onun üçün yüksək gəliri olan bir iş tapdığını bildirir. Yəni eyni məqam Rəhimdə də var idi. Nurəddin hekayəsində kiminsə atasının yaxşılığına görə onun övladına yaxşılıq etmək. Belə bir məqam. Və onun üçün yüksək gəliri olan bir iş tapdığını bildirmiş olur Səməd. Oqtay razı olmur və bu işdə nədən ibarət idi? Qubernatora deyir, Dilmac lazımdır. Mən səni deyir, nişan vermişəm. Demişəm ki, Rüşdiyyəni oxumuş. Rusca, Azərbaycanca biliyi olan savadlı bir oğlandır. Deməli, Oqtayın Rüşdiyyəni bitirməyini də ilk dəfə biz Səmədin nitqindən öyrənmiş oluruq. Və Oqtayın kimliyi, bu əsərdə əsas düşüncəsi, ideyası, fikirləri məhz birinci pərdədə Səmədlə dialoqu zamanı üzə çıxmış olur. Yəni, oxucu burada onu anlamış olur, kimliyini. Və deyir, mən artıq Oqtay Eloğluyam. Səməd Rus teatrına getməyə məsləhət bilir. Yəni Səməd Oqtaya demirdi ki, tamamilə teatrdan əl çək. Sən get deyir Rus teatrına və burada teatr inkişaf edəndə təzədən qayıdarsan. Oqtay isə milli teatr yaratmaq idealı ilə yaşadığını söylüyor və bildirir ki, əgər deyir mən, sən və digərləri yaratmasa kim yaradacaq bu teatrı? Tamaşaya gələnlərin sayı çoxalır, hətta gələnlərin arasında qadınlar da olur. Oqtay buna sevinir. Firəngiz Oqtaya məktub göndərir və görüşmək istədiyini bildirmiş olur və Firəngizin o məktubunu Şaqqulu dayanır puskuda Mazandaranski oxumuş olur. Onlar görüşürlər. Firəngiz yenə onun tamaşalarına baxmağa gələcəyini deyir və Oqtaya çiçək vermiş olur. Oqtay da çox təsirlənir bu çiçək səhnəsindən. Hətta kövrələrək çiçəyə öz dodağını yaxınlaşdırmış olur. Bu hissədə Oqtaya Nadia bildirir ki, bizi də deyir qoymurlar gəlməyə. Yəni Aslan bəy bizi gətirib teatra, biz də ondan gizlincə bura gəlmişik sizin yanınıza. Oqtay da soruşur ki, Aslan kimdir? Bu zaman həm Firəngiz cavab verir, qardaşımdır, həm də Nadia Aslanı təqdim eləmiş olur Oqtaya. Və Oqtay deyir ki, əslində mən belə gözləmirdim, çünki deyir bizim xanımlarımız adətən teatrdan, yəni təhsildən uzaq olan xanımlardır. Və birinci pərdəmiz burada yekunlaşır. Yəni Səmədi biz birinci pərdədə görürük. Bu hissədə aktyorların, yəni Oqtayla danışığına da yer verilir. Belə ki, onların hərəsi bir şey istəmişdi Oqtaydan. Məsələn, Xaspolad gecikir, gecikməyinin səbəbini oruc açmaqda bildirir və onu burada ələ salırlar. Şaqquludur, Mazandaranskidir. Həm yekə burnu ələ salınır Xaspoladın, həm də keçərliyi ələ salınmış olur. Suflyordan deməli, danışacağı rolun sözlərini almaq məsləhət bililir. Çünki rolu yadından çıxıb evdə qalmışdı Xaspoladın. Daha sonra isə Xaspolad bildirir ki, mənim əlimdə işim, alış-verişim. Deməli, Xaspoladın əlavə bir işi də var imiş. Sonra Şəkinskinin dilindən bu oğlan aşiqdir, Leyli adlı bir gözələ ifadəsi keçmiş olur və Şəkinski belə məlum olur ki, öz mənfəətinə görə bu teatr tamaşalarına gəlirdi aktyor kimi və burada deyir ki, mənim əlimə sanki imperial sayacaqsınız. Bu imperial sözünün mənası da pul vahididir. Belə. Rüstəm də qılıncın dəstəyini axtaran biri idi. Həmin vaxt, yəni qılıncın dəstəyinə qədər Oqtaydan istəməklərinə Oqtay çox qəzəblənir. Deyir, mən bilmirəm ki, bu 400 milyon qoyun kimə lazımdır. Belə. İkinci pərdə. İkinci pərdə artıq resenziyanın oxunması ilə deməli başlamış olur və belə ki, əvvəldə göstərilir ki, bir il əvvəl, yəni birinci pərdədə hadisələr
1 il əvvəl baş vermişdi. Artıq ikinci pərdə ilə birinci pərdənin arasında 1 il müddət keçmiş olur. 1 il əvvəl belə çıxır ki, qadınların sayı daha az imiş. İndi isə lojada azı 20-30 nəfər qadına rast gəlmək mümkündür və bu da sevindirici hal idi. Yəni Oqtay üçün və digər aktyorlar üçün. Tamaşa barədə mətbuatda yazılar çıxır, resenziyanı oxuyan Dursundur. Məlum olur ki, tamaşada yalnız Oqtayın oyunu tamaşaçının rəğbətini qazanmışdır. Hətta Şakinski burada bununla razılaşmaq istəmir. Burada qınadığı məqamlar da olur Oqtayı. Deyir ki, o mənə ürəyimin yerini öyrətməmişdi. Yəni belə çıxır ki, Şakinskiyə belə primitiv məqamlara qədər gərək Oqtay təlimat verəydi. Yəni özünün belə şeylərdən anlayışı yox idi. Burada aktyorlarla bağlı bir neçə deməli resensiyada fikirlər yazılmışdır. Belə ki, mürəxxəs olaq əvəzinə səhvən müxtəsər olaq deyən Şakinskidir. Sonra güllə qolundan dəysə də qarnını tutan yenə Şakinskidir. Sonra hərəkətlərində şarj etdiyi üçün oyunun təbiiliyini pozub. Deməli, baxın bu şarj sözünü Ş-asından yadda saxlayın ki, bu Şaqquluya aiddir. Yəni elə Ş-a Şaqquluya aid olacaq. Sonra qadın rolunda olduğu üçün çox kobud görünürdü. Bu Rəhimdir. Yəni qadın rolunda oynayan bir kişi idi. Qurulmuş bir qramofon və ya bir odun parçasına oxşayan Xaspoladı idi. Bunda bildirilir ki, sözlərini düz demədiyi üçün fəna təsir bağışlayan, başmaqlarını evin yuxarı başında çıxaran bu Tamaradır. Bu rolda qətiyyən yaramaz Mazandaranski. Deməli, əvvəldə digər aktyorlar haqqında məlumat veriləndə Mazandaranski hamısı ilə razılaşır. Deyir ki, yox, heç də içkili değildi. Tam da yəni doğru yazılı fikirlər. Gəlib özünə çatanda növbə və özü haqqında da bu rolda qətiyyən yaramaz cümləsini eşidəndə deyir ki, hə, siz doğru deyirdiniz. Doğrudan da yəni resenziyanı yazan içkili olub. Ayaqları deyir 88 gedirdi. Yəni razılaşmaq istəmir. Oqtayla Səməd bəy növbətdə görüşür. Deməli, Səməd bəy həm birinci pərdədə gəlmiş olur, həm də ikinci pərdədə gəlmiş olur. Və Oqtay əvvəlki kimi milli teatr yaradacağını bildirmiş olur burada. Və Oqtay ilk dəfə Firəngizə olan sevgisini Firəngizin özünə yox, Səməd bəy etiraf etmiş olur. Deyir, əvvəlcə mən bu qızın sevgisini bir xalq sevgisi, vətəndaş sevgisi kimi qəbul edirdim. Sonra gördüm, deyir, artıq bu sevgi xalqdan çevrildi, şəxsi sevgiyə çevrilmiş oldu. Və deyir, bu qız hər dəfə gəlir. Nəsə deyir, demək istəyir, deyə bilmir, ağlayır. Daha sonra deyir, mən də ağlayıram. Yəni, Firəngizin nəsə demək istədiyini və bacarmadığını burada bildirmiş olur. Sonra Firəngizlə Nadiyanın söhbətləri olur. Yəni, Firəngiz gəlir Oqtayla görüşür. Burada sevgisini, məhəbbətini etiraf edir. Yəni, ikinci pərdənin sonunda bunlar bir-birlərinə sevgilərini etiraf eləmiş olurlar. Oqtay əvvəlcə etiraf etmək istəmirdi. Hətta Firəngizin səhnəyə, teatra gəlişinin qarşısını almağa çalışır. Hətta bildirir ki, bacımı istəyərəm bu səhnələrə gəlsin. Bu əzablı çətin işə. Amma səni istəmirəm. Firəngiz artıq dəfələrlə yəni səhnə arxasında Qaçaqlar əsərini oynamışdı, yəni öyrənmişdi. İndi isə bir səhnə qalmışdı və yəni Amaliyanın bıçaqlanma səhnəsi, onu öyrənmək istəyir Oqtaydan. Və Oqtaya hətta bildirir ki, sən deyir məni həqiqətən realda belə öldürərsənmi? Oqtay bu suala cavab vermir, çünki çağırırlar. Yəni cavab verə bilmir. Bu yolda heç bir çətinliyin onu qorxuda bilməyəcəyini bildirir. Oqtay da Firəngizi sevdiyini gizlətmir. Deməli, bu hissədə bunlar sevgilərini bir-birinə etiraf edirlər. Deməli, gəlin indi ikinci pərdəni ümumiləşdirək. Deməli, ikinci pərdənin əvvəlində resenziya oxunulur. Sonra Oqtayla Tamara arasında kiçik bir mübahisə olur. Bu 5-ci pərdədə də yəni gördüyümüz məqamdır. Belə bir mübahisə Tamara ilə Oqtay arasında. Sonra Səməd gəlmiş olur və sonda da Firəngizlə Oqtay bir-birlərinə sevgilərini etiraf etmiş olurlar. İkinci pərdənin sonunda Aslan bəy bunları bir yerdə görür həm də. Yəni Firəngizi və Oqtayı bir yerdə, hətta bildirir ki, sən deyir belə bir alçaq yerlərə, yəni sözdə yarımçıq qalır. Keçdik üçüncü pərdəyə. Firəngizin kitabın arasına qoyduğu məktublar Aslan bəyin əlinə keçir və o Oqtayın məhəbbətindən xəbər tutur. Belə ki, Firəngiz bu vaxta qədər qoynunda gizlədirdi məktubları. İndi isə kitabın arasına qoymuşdu və Aslan bəy oradan tapmışdı bu məktubu. Birinci pərdə ilə ikinci pərdənin arasında 1 il fasilə keçir, yəni müddət var. İkinci pərdə ilə üçüncü pərdənin arasında isə 5 ay müddət var. Çünki Oqtayın deməli, Aslan bəyin təkidi ilə Nadia Firəngizə başa salmağa çalışırdı ki, sən de ki, mən səni bir aktyor olaraq sevmişəm. Firəngizə öyrədirdi və deyir, bunu demək elə də çətin olmamalıdır. Çünki deyirsən, 5 ayda artıq onun üzünü görmürsən. Bir kəlmə sözdür, deyərsən, bitər. Belə. Aslan bəy Firəngizin Oqtayla evlənməsinin əleyhinədir, çünki onu narahat edən səbəblər var. Oqtay, yəni, imkansız biridir. Onu deyir imperatorlara, çinovniklərə yəni təqdim edə bilməyəcək, utanacaq Oqtaydan. O bacısını varlı məmur Danyar bəy Qalacıxanova ərə vermək istəyir. Aslan bəy Firəngizi məcbur edir ki, Oqtayı onun sevmədiyini desin. Bunun üçün Oqtayı evlərinə çağırtdırmış olur. Və Qalacıxanov da Firəngizi
teatr səhnəsində görüb bəyənmişdi. Yəni Aslan da ona bacısını ərə verməyə razı olmuşdu imkanına, yəni tutduğu statusa, vəzifəsinə görə və bunu da biz öyrənirik Səməd bəyin nitqindən. İkinci pərdənin sonlarına yaxın Oqtayla görüşə gələndə deyir ki, ona artıq Danyar bəy ərə veriblər. Yəni sənin mənim tayım deyil. Biz yəni onlarla deyir ayaq uzada bilməzsən, çünki onlar imkanlıdır. Sən aşağı təbəqənin nümayəndəsisən. Belə cümlələr ifadə eləmiş olur. Aslan bəy Firəngizi məcbur edir ki, Oqtayı onu sevmədiyini desin və bunun üçün Oqtayı evlərinə çağırtdırmış olur. Firəngizin atası Hacı Zaman qızının teatra getməyindən xəbər tutur. Fikir verin, qızının teatra getməyindən xəbər tutur. Hələ bunun məktublardan xəbəri yoxdur. Bərk əsəbləşir. Onların səbəbkarı kimi oğlu Aslanı görür. Aslan bəy atasına teatrın bir məktəb olduğunu, bunu həm də Oqtayı da deyir. Aktyorların axundlardan daha qiymətli sözlər danışdığını demiş olur. Və təbii ki, atası buna çox qəzəblənir. Deyir ki, mənim qızımı belə oyunbazxanalara aparırsınız. Hətta Aslanı təhqir edir, ona namussuz deyir. Deyir, hətta burada Gülgəzi də öz həyat yoldaşını da ittiham edir. Deyir, mürtədin qızı mürtəd. Yəni bunları edən sənsən. Əvvəlcə deyir, dayısı Aslanı oxuturdu. Aslan da vəsilə oldu, bacısı ali təhsil alsın. Və deyir ki, demədim ki, yəni oxumasın. Amma deyir, belə işlər artıq ağ oldu. Yəni Hacı Zaman oxumağın da əleyhinə çıxmayıbmış. Qadınların çarşab örtməsinə yaxşı baxmadığını, bacısının üz açıq gəzməsinin onun karyerasında yüksəlişə səbəb ola biləcəyini bildirir. Hacı Zaman eşitdiyi sözlərdən sonra çıxılmaz vəziyyətə düşür, çıxıb gedir. Hətta deyir, qızımı verin qoltuğuma, gedirəm Kərbalaya. Bir o qalıb ki, deyir, mənim də boynumdan bir bürünc xaç asasınız. Aslan bəy anasının paltarlarını bəyənmir. Deyir ki, çıxar bu dikkarka geyimlərini. O da vəhşi libas hesab olunur. Dikkarka sözünün mənası odur. Deyir, bu geyimləri çıxar. Nadia Aslan bəydən Firəngizlə Oqtayı qarşılaşdırmamağı xahiş edir. Yəni bunu da xahiş edən Nadiadır və əvvəldən Nadia Firəngizə başa salanda deyir ki, yəni sən bunu deməsən, atan bizi yəni qovub çıxarar həyətə. Yəni əşyalarımızı da tökər həyətə və Nadia'nın qorxduğu da başına gəlir. Çünki Hacı Zaman onların əşyalarını artıq tökmüşdü. Belə. Aslan isə fikrində qəti olduğunu bildirir. O, Danyar bəyin nişan göndərdiyini, Firəngizin məclisə müasir geyimdə gəlməsini tapşırır. Hətta Nadia'nı yəni bura gətirməyinin səbəbi də Firəngizin rus tərbiyəsini öyrəşməsindən irəli gəlirdi. Yəni Aslan bəy istəyir ki, Firəngiz ruslar kimi olsun. Rus mədəniyyətini, tərbiyəsini alsın, öyrənsin. Həmin vaxt, Hacı Zamanın o danışdığı vaxt və evdə bu proseslərin getdiyi vaxt artıq elçiliyi idi. Hətta Gülgəz də sonra Aslan da atasına deyir ki, evdə qonaqlar var, bir qədər yavaş danış. Oqtay gəlir. Və Oqtay gələndə Aslan bəy ondan Firəngizin yazdığı məktubları istəyir. Oqtay isə onları qaytarmaqdan imtina edir. Onların dialoqu getdikcə sərtləşir. Belə ki, Aslan deyir ki, siz mənim qardaşlıq haqqımı unudursunuz. Oqtay deyir ki, məktublar nə sizdən deyil, nə də sizə deyil. Aslan bəy Oqtaya Firəngizin onu sevmədiyini deyir. Təbii ki, Oqtay buna inanmaq istəmirdi. Oqtay isə bunu Firəngizin özündən eşitmək istədiyini bildirmiş olur. Oqtay da Firəngizi belə ki, Aslan bəy də çağıranda hər ikisi əmin idilər ki, onların istədiyi cavabı verəcək. Yəni Oqtay heç inanmaq belə istəmirdi ki, Firəngiz nəsə əlavə bir söz deyər. Yəni bunu ağlından keçirmirdi. O arxayındır ki, Firəngiz bunu etməz. Amma Firəngiz Oqtaya onu həqiqi bir mənada yox, aktyor kimi sevdiyini deyir. Oqtay sarsılır. Artıq burada Firəngizin dırnaqarası xəyanətinə uğramış olur Oqtay. Aslan bəy ona zərfin içərisində pul verir. Oqtay qarşısında yalnız intiqam olduğunu, deməli, qaldığını bildirir. Aslan bəy onun kimdən intiqam alacağını soruşur və deyir ki, təbii ki, mənim intiqamım sizin kimi varatniklilərdən yəni olmayacaq. Siz deyir, mənim intiqamımdan qat-qat aşağıdasınız. Oqtay isə Aslan bəy kimi odun parçalarından deyir. Özündən, diqqətli olun, eşqindən, taliyindən, idealından, tanrısından, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan intiqam alacağını bildirmiş olur. Bundan sonra səfillər padşahı olacağını deyir. Pulları Aslan bəyin üzünə çırpır, Firəngizi son dəfə süzüb gedir. Firəngiz də burada atılır bir divanın üzərinə və ağlamış olur. Otaqdan da şeir səslənmiş olur həmin məqamda. Belə ki, Oqtay deyir ki, bu qız deyir, neçə müddətdir ki, mənim yanıma gəlir və bir kəlmə ağzını açıb danışa bilmir. 3 ildir deyir, danışmayan bir qızı belə deyir, bülbül kimi, qramofon kimi danışmağa məcbur edən təbii ki, bunlardır. Yəni pulları göstərmiş olur. Əsərdə 2 yerdə Oqtay Aslanın üzünə əşya çırpmış olur. Birinci burada pullardır, 3-cü pərdədə. Və sonuncu 6-cı pərdədə də Firəngiz öləndən sonra əlindən barmaqlarına saldığı o Karlın üzükləri var idi, süni mühitin belə deyə əşyaları, onları çırpır üzünə ki, bunlar mənə lazım deyil. Keçdik 4-cü pərdəyə.
Oktay sürgündən qayıtmışdır. Deməli, 4-cü pərdə ilə bunların arasından hardasa 10 il müddət keçib, səfil vəziyyətdə meyxanada oturmuşdur Oktay. Sevər küçədə dilənir. Onun monoloqundan Oktayın sürgünə göndərildiyi, deməli nələr öyrəndik? Onun gedişindən sonra dayısının bir müddət ona baxdığı, sonra isə dayısının evlərini satıb onu küçələrə saldığı, Firəngizin onun tapıb ərindən gizlin kömək etdiyi və Oktayı sevdiyini deməsi, Firəngizin ərindən ayrılması burada məlum olmuş olur. Deməli, qarlı bir gündür, soyuq bir gündür və Sevər özü kimi dilənçi qadınla söhbətləşir və onu yeganə xoşbəxt edən məqam hal-hazırda Oktayın hələ də unudulmaması, tez-tez xalqın dilində onun adını eşitməsi, yəni qız üçün bir təsəlli rolunu oynamış olur. Deməli, Oktay sürgünə getməmişdən qabaq dayısına tapşırmışdı Sevəri və demişdi ki, diqqətli olun bu məqama, mal mülklərindən az-az satsın və Sevəri dolandırsın. O da deyir, yavaş-yavaş satdı, sonra da deyir, hamısını tükəndirdi və ölmüş olur. Baxın, bu əsərdə həm Firəngizin ölümünə şahid oluruq, həm onun dayısının ölümünə, yəni Sevərin dayısının ölümünə və bir də Oktayın anasının da ölümünə şahid olmuş oluruq. Yəni Oktayın ailəsindən ən azı 2 nəfərin ölümünə, belə deyə bilərik və Oktayı sevdiyini dediyini vurğulamış olur. Bir də burada bir məqam var. Firəngizgilin evində qulluqçu durmur Sevər. Deyir ki, Firəngiz deyir, mənə kömək edirdi. Sonra deyir, küçələrə salandan sonra, yəni Firəngizi qovandan sonra Danyar, çünki gedir daha imkanlı bir qadınla ailə qurur. Daha sonra isə deyir, mən qulluqçu durdum. Xəstələndiyinə görə o qulluqçu vəzifəsindən də, yəni işindən də çıxarılmışdır. Sevər indi dilənməyə məcburdur. 10 il keçməyinə baxmayaraq hələ də küçədə bəzi insanların Oktayın yaxşı aktyor olması haqqında danışdıqlarının şahidi olur və buna sevinir. Səməd və Xaspolad gəlirlər. Onlar Oktaydan danışırlar. Məlum olur ki, Xaspolad 3 gün əvvəl Oktayı görmüşdür. Ona yalvarsa, pul təklif etsə də Oktay səhnəyə qayıtmağı qəbul etməmişdir. Deməli, Xaspolad 3 gün ərzində Oktaya yaxınlaşıb. Deyilsə ki, yaxınlaşmayıb, yəni cəsarət etməyib, Səmədi gedir çağırır köməyə. Bu yanlışdır. Yaxınlaşıb sadəcə istədiyi cavab almır. Ona yalvarsa, pul təklif etsə də deməli, Oktay qəbul etmir. Bu 2 nəfər Oktay sərxoş halda meyxanadan çıxarkən onu arabaya qoyub qaçırmağı, deməli, planlaşdırırlar. Xaspolad Oktayın qubernatoru təhqir etdiyi üçün sürgün edildiyini, Türkistanda, baxın Türkmənistan deyil, Türkistanda hökumət əleyhinə çalışdığı üçün Sibirə göndərildiyini, sonradan bir neçə dəfə həbs olunduğunu, inqilabdan sonra azadlığa çıxdığını, ona böyük vəzifə təklif edilsə də qəbul etmədiyini deyir. Oktayın özünü Səfillər Paşahı adlandırılmasını da Xaspolad qeyd eləmiş olur. Xaspolad bu saat onun hər tükü qızıldır deyərək əsl niyyətini büruzə verir. O Oktayı misilsiz aktyor olduğuna və yaxud da keçmişdəki tanışlıqlarına görə yox, onu yenidən səhnəyə qaytararaq bu yolla daha çox pul qazanmaq üçün deməli axtarırdı. Hətta burada Xaspoladın bir neçə planları da var idi. Deyir ki, mən həmin gün üçün, yəni Oktay səhnəyə qayıdırsa, həmin gün üçün planlaşdırmışam ki, qaçaqlar oynanılsın, beynəlxalq, yəni səviyyədə olsun. Mən deyir, qonaqlar çağıracağam, teatrın biletlərinin qiymətini çox artıracağam və qoy deyir, hamı görsün ki, bizim də bu rolları oynayan aktyorlarımız var. Burada təbii ki, Xaspolad öz mənfəətini güdürdü. Deməli, Sevər haqqında biz elə öz dilindən öyrənirik. Xaspoladın dilindən Oktayın taleyi, başına gələnlər haqqında öyrənirik. Və Firəngiz haqqında da Səmədin nitqindən öyrənmiş oluruq. Və bu 2 dostun, yəni dırnaqarası dostların heç birinin Sevərdən xəbəri yox idi. Yəni məlumatları yox idi. Səməd və Xaspolad Firəngizi də xatırlayırlar. Yəni Səmədin nitqindən deməli nə öyrənirik? Səməd Firəngizin ailə qurduğunu, ərinin bütün var-dövlətini qumarda uduzduqdan sonra ondan ayrıldığını, bu həm də nəyə oxşadı, kimə oxşadı? Gülpəriyə, Nurəddin hekayəsində. O da Əmraslanın, belə deyək, toruna düşür. Əmraslan onun bütün nəyi var, nə yox, hər şeyini satır və sonra o da dilənçi vəziyyətinə düşmüş olur Gülpəri. Başqa zəngin qadınla evləndiyini, Firəngiz Səmədə Oktayı sevdiyini etiraf edilmiş. Deməli, Firəngiz Səmədə də etiraf edir. Oktayın özünə də, Sevərə də etiraf edir. Hətta Səməd burada Oktayın dediyi cümlələri də xatırladır. Deyir, sanki Firəngiz mənim üçün bir istinadgah nöqtəsi idi. Yəni, çox sevdiyini bildirmiş olunmuş. Yəni, Oktay Səmədə deyilmiş. Oktay meyxana sahibi Muxanla söhbət edir. Burada münaqişə yaranır aralarında. O hər şeyin yalan olduğunu, həqiqət axtardığını bildirir. Gedərkən pul vermək istəmir. Özünü Səfillər Paşahı adlandıraraq öz qanunlarının olduğunu demiş olur. Deməli, burada pul vermək istəməyəndə Oktay həm də çörəyi götürmüşdü. Deyir ki, mən bunu götürməsəm acından ölərəm, mən bunu götürməliyəm. Və deyir, sən də haqlısan, yəni pulu istəməkdə. Bir də orada qaraçı qızlar mahnı oxumuş olur.
Oktay onları susturur. Deyir, demir ki oxumayın. Deyir, bir həqiqət varsa oxuyun. Bir də başlayır divar kağızlarını cırmağa. Deyir, bunların hamısı sünidir və deyir, bu gözəl qızları ki görürsən, onlar da sünidir. Gəl sənə deyir, mən onların əsl iç üzünü, həqiqəti göstərim və bunu göstərmək üçün də biz qəbristanlığa getməliyik və deyir, onların həqiqi üzü oradadır. Yəni gözəllikləri, hər şeyi, yəni orada öz əksini tapıb, qəbristanlıqda onların gözəlliyindən heç bir əsər əlamət yoxdur. Belə Səməd Oktaya yaxınlaşıb tanışlıq verir və bir də Xaspolad burada Muxana bildirir ki, ged Oktaya de ki, birazdan artıq meyxana bağlanacaq. Oktay onu tanımadığını deyir. Xaspolad da söhbətə qoşulur. Onlar özlərini Oktaya yaxın dost kimi təqdim edirlər. Oktay bacısını soruşduqda hər ikisi deməyə söz tapmır. Deməli utandırır burada Oktay bunları. Hətta Oktay bunlara deyir ki, soyunun mən sizə baxım, yəni tanıyım mən sizi, yəni real olduğunuzu. Yəni siz bir kölgəsiniz. Xaspolad da deyir ki, heç güzgü kölgəsi də söylərmi? Sonra bacısının haqqında cümlə deyəndə də onların hər ikisi başını aşağı salır. Xaspolad onu səhnəyə dəvət edir. Oktay isə təklifi qəbul etmir. Oktay meyxanadan götürdüyü çörəyi küçədəki dilənçi qıza verir. O dilənçi ilə danışarkən Oktay adını çəkir. Dilənçi qız özünün sevər olduğunu deyir. Qardaşını 10 ildən sonra tapdığı üçün çox sevinir. Oktay isə bu müddət ərzində 3 şeyi düşündüyünü deyir. Xalqı, bacısını, bir də vəfasız yarını, o bir vəfanı bildirir. Oktay bacısına yer verilməsini istəyir. Bunun qarşılığında teatra qayıtmağa razılıq vermiş olur. Əvvəldə Oktay, yəni qıza birbaşa çörəyi vermirdi. Deyir ki, mən nə bilim ki, sən açsan, sənin deyir buna görə qarnını yırtım, gərək baxım. Bu bizə xatırlatdı anamın kitab əsərində Rüstəm bəyin cümləsini. Deyir, acıların həqiqətən ac olduğunu yoxlamaq üçün gərək biz komissiya yaradaq. Və bu təklif verən də Rüstəm bəy idi. Daha sonra deyir, və sonra Oktay Sevərə bildirir ki, yəni bu dilənçi qızın hələ bacısı olduğunu bilmirdi də. Sən daha gözəl ailədə olsaydın deyir, həyatın başqa cür olacaqdı. İndi deyirsən dilənçisən, sən ailə də qura bilməyəcəksən və s. Sevər hətta bildirir ki, öldür məni deyir, canım qurtarsın. Sonra Oktay oğlu, mən hətta deyir bir kölgəyəm. Sonra Oktayın burada dinlə bağlı düşüncələri də var. Deyir, bilmirəm Allah məni yaradıb, ya mən deyir onu yaratmışam və mən deyir xərabələr bayquşu, yəni Oktay oğluyam. Bundan sonra bacısı onu tanımış olur və burada hətta Xaspolad qızı müstərib yavru adlandırır. Deyir, heç olmasa ona görə yəni təklifi qəbul et və Xaspolad Oktayın zəif nöqtəsindən istifadə etmiş olur. Yəni Oktayın zəif nöqtəsi hal-hazırda bacısı idi. Yəni ondan istifadə etmiş olur. Keçirik 5-ci pərdəyə. Bütün biletlər satılmış, yerlər tutulmuşdur. Hamı tamaşanın başlamasını gözləyir. Şakinski narahatdır. Mazandaranski Oktayın həvəslə tamaşaya hazırlandığını deyir. Hətta gəlir xəbər çatdırır ki, sanki deyir Oktay 12 yaşlı bir uşağa bənzəyir. Mən deyir ona kənardan diqqət yetirdim. Oktay qrimli idi. Yəni bunları danışıram ki, sizin üçün həmin pərdə daha aydın olsun. Belə ki, deyir, bir anda deyir Oktay güzgüyə baxdı. Özünü orada gördü, əlini üzü ilə tutub, yəni atıldı kənara. Burada da bir neçə səbəb məna ola bilər. Çünki Oktay sünilikdən qaçırdı. Neçə müddətdir ki, yəni özünü sünilikdən ayrılmış, uzaqlaşmışdı. İndi gəlir yenə qrimin, belə deyək də, rəngin içində özünü görür, süniliyin içində. Bir də uzun müddətdir ki, səhnədən uzaq düşmüşdü. Və yenidən illərdən sonra bu səhnəyə qayıtmağını görür, bəlkə də təəccüblənir. Yəni ona görə üzünü belə tutmuş olur. Səbəb kimi də deyə bilərik ki, Firəngiz onu bu qiyafədə görmüşdü. Yəni qaçaqlar səhnəsində Karl rolunda. Yəni buna görə də ola bilsin ki, içində bir təlatüm yəni qopmuş olur onun. Və Şakinskinin narahatlığı onda idi ki, bəlkə deyir Oktay mənim yerimə keçmək istəyər. Yəni hal-hazırda Xaspolad teatrın böyüyü, müdiri və Şakinski də rejissor idi buna görə. Və Mazandaranski deyir ki, narahat olma, Oktay sənin kimi yəni yaltaqlanaraq vəzifə düşkünü deyil, o deyir ləyaqətli insandır. Və deyir, səni də, məni də Oktay adam edib ortalığa çıxarıb. Onu da bildirmiş olur. Tamara gəlir. Şakinski Danyar bəyin tamaşaya mane olmaq üçün 500 manat göndərdiyini deyir. Tamaraya özünü xəstəliyə vurmasını tapşırır və bir də Tamaraya deyir ki, bəs deyirdin gəlməyəcəksən, 7 sözün vardır sənin də. Tamara deyir, eybi yoxdur, deyərəm ki, xəstəyəm. Və Şakinskinin burada niyyəti Oktayın tamaşasını yarımçıq qoymaq idi. Bugün alınmasının qarşısını almaq istəyirdi. Hətta onun planları var. Birinci plan budur ki, Tamara xəstədir güya, tamaşa dayanmalıdır. İkinci plan da odur ki, deyir, sabah da deyərəm ki, mən xəstəyəm. Oktay gəlir, o hələ də bir Azərbaycanlı aktrisanın olmamasından narahatdır. Tamara ilə, baxın, ikinci pərdədə resenziyadan sonra
İndi də 5-ci pərdədə bunlar arasında qarşıdurma, münaqişə yaranmış olur və bu hissədə Oktay Puşkinin Yevgeni Onegin əsərini xatırlatmış olur. Bu 2-ci pərdədə baş verməmişdi. Burada xatırladır ki, Tamara deyir, səni mən qınaya bilmirəm. Çünki sənin deyir xislətin, yəni başqa digər ölkənin, əcnəbi ölkənin xislətindəsən və Azərbaycanlı bir qadın deyir, bu rolu daha gözəl oynaya bilər. Yəni necə ki deyir Yevgeni Onegin əsərini də həmin millətin nümayəndəsi daha səmimi oynadığı kimi bizim deyir rollarımızda daha səmimi öz millətimizin qızı oynamış olar və deyir, sən bu səhnədə ona görə deyilsən ki, sən talantlı aktrisasan. Ona görə burada sanki Azərbaycan dilini bilirsən. Tamara da bildirir ki, hə, yenə də Oktay gəldi, biz olduq savadsız aktrisa. Sonra Şakinski də gəlir, Tamaraya haqq qazandırır, deyir, aktrisaya belə deyiləndə, yəni oynamaz da. Xaspolat da başlayır Oktaya və Xaspolat da başlayır Tamaraya yalvarmağa, burada balasının adını çəkir, yəni balasına işarə etmiş olur. Deyir, ölmüşəm, bugün yəni məni yerdən götür və bir qədər ittihamı da səslənmiş olur burada Tamaraya. Və Şakinskinin gəlib Tamaraya, yəni elə bil fikrinə tərəfdar çıxmağını Oktay çox hiddətlə qarşılamış olur. Belə ki, Oktay deyir ki, Dursun, mənə bir şərab gətir, mən deyir bu həşərata, yəni əqrəb ürəkli həşərata açıq gözlə deyir, baxa bilmirəm. Çünki görür ki, Şakinski nə qədər saymaz, yeyib bitirən də belə deyək, insandır. Oktayın o qədər yaxşılığını yerə vurur, heçə sayır Şakinski. Xaspolat bu qərara qarşı çıxır, yəni Tamaranın dediyi qərara. Şakinski isə Tamaranı dəstəkləyir. Xaspolat Xurşud adlanan digər aktrisanı evindən gətirmək üçün fayton yollayır. Tamaşaçıların arasında Firəngiz və rəfiqəsi Nərgiz də var idi. Baxın, 1-ci pərdədə Nadia Firəngiz, artıq sonda Firəngiz və Nərgiz. Firəngiz keçmiş günləri təəssüflə xatırlayır. Deyir ki, düz 13 il bundan qabaq mən Oktayı bu rolda, yəni burada görmüş idim. Yəni ilk dəfə görmüşdüm. Bu an Xaspolat Oktayı təqdim edir. Oktay gürültülü alqışlarla, çiçək dəstələri ilə qarşılanır və dili söz tutmur danışmağa. Bir neçə kəlmə deyir, əlini üzünə tutaraq ağlamağa başlayır Oktay. Firəngiz Tamaranın səhnəyə çıxmaqdan imtina etdiyini Səməd bəyin göndərdiyi məktubdan öyrənir. Səməd bəy əvvəlcə məktub göndərir, sonra isə birbaşa lojaya gəlib elə Firəngizin özünə demiş olur. Xaspolat hər iki aktrisanın xəstə olduğunu, tamaşanın bugün oynanılmayacağını bildirir. Zalda etiraz səsləri yüksəlir. Oktayın burada azərkeşləri var idi, fanatları, Elxanlı, Özdəmir və digərləri razılaşmırlar. Deyir ki, biz onu məhkəməyə cəlb edərik. Hətta Nərgiz bildirir ki, tamaşaçıların arasında həkim var, o onu yoxlaya bilər. Belə, Səməd bəy Firəngizin yanına gələrək Danyar bəyin Şakinskiyə pul göndərdiyini bildirmiş olur və Şakinski Danyar bəy ona pul göndərən ərəfədə, yəni Tamaraya bunu xəbər kimi çatdıranda məlumatsız idi Firəngizin Oktayla olan əlaqəsindən və digərləri ilə əlaqəsindən. Qısaca ötəri şəkildə bunu bildirmiş olur. Tam da məlumatı yox idi. Mənə elə gəlir ki, ondan da məlumatlı olsaydı Oktayı bu yoldan da belə deyə vurmağa, sarsıtmağa çalışardı. O həm də sərxoş bir adamla eyni səhnədə oynamaq istəmədiyini bildirir. Bunu da üstünü çox gedəndə səhnədə yəni bildirmiş olur. Yenidən etiraz səsləri yüksəlir. Oktay aktrisa yetişdirə bilməyən xalqın ölmə məhkum olduğunu deyir və deyir, sus, səndə bir aktrisa varsa ver, yoxsa deyir, sən sus. Firəngiz Oktayın mənəvi cəhətdən əzilməsinin qarşısını almaq üçün oyuna yəni hazır olduğunu bildirmiş olur və bundan qabaq da Nərgiz və Firəngiz arasında diyaloqlar keçmiş olur. Nərgizə deyir ki, Firəngiz, sən daha rahatsan. Sən deyir Nərgiz, yəni Gülgəzdir, Saradır, hamısı deyir çıxmaq istəyir, amma deyir çıxmağa çəkinirlər səhnəyə. İlk olmaqdan çəkinirlər və Firəngiz də deyir ki, mən əsas deməli atamın, qardaşımın, bir də o canavarın hədələrindən, yəni canavar da Danyar bəydir, qorxuram, çünki deyir o mənim üstümə ləkə yaxmağa çalışır, məni deyir təqib edir. Danyarın adını çəkmiş olurdu orada, yəni Danyara işarə. Oktay onu görmədən səhnəyə çıxmış olur, yəni Firəngizi. Firəngiz rola hazır olduğunu, sözləri bildiyini söylüyor, Amaliyanın Fransadan ayrıldığı sözləri bildirir. Şakinski əvvəldə ki, mən naşı olan bir aktrisanı səhnəyə çıxara bilmərəm, artıq görəndə ki, Xaspolat razı qaldı Firəngizin dediklərindən. Onda gəlir deyir ki, Tamara artıq hazırlaşır. Təbii ki, burada Firəngiz razı olmur, deyir çəkilin, bu səhnənin doğma yavrusu mənəm. Fikir verin, Xaspolat Oktayı tamaşaçılara təqdim edəndə deyir səhnənin anası və bu səhnənin anasının doğma yavrusu da Firəngiz idi. Yəni Oktayın şagirdi, onun öyrətdiyi Firəngiz aktyorluğun sirlərini Oktaydan öyrənmişdi. Buna görə səhnənin yəni yavrusudur. O doğma ananın yavrusudur Firəngiz və ilk qaranquşdur həm də.
Sonra Firəngiz rola hazır olduğunu bildirmiş olur. Xaspolat onu hazırlaşmağı tapşırır ona. Şakinski isə Tamaranın artıq hazırlaşdığını deyir. Firəngiz çıxdığı bu yolda artıq dönüşün olmayacağını bildirmiş olur. Xalq onu alqışlayır. Hətta burada Elxanlı deyir ki, biz yadımızda saxlayarıq ki, o hazırlıqsız çıxıb. 6-cı pərdə başdan ayağa qaçaqlar rolundan ibarətdir deyilsə yanlışdır. Çünki bir yerə qədər qaçaqlardı. Ondan sonra Firəngiz ölür və əsərin o digər hissələri davam etmiş olur. Qaçaqlar pyesinin 8-ci pərdəsi oynanılır. Firəngiz Amaliya rolunda Oktayın qarşısına çıxır. Oktay onu görüncə səhnədə olduğunu unudur. Roldan kənar çıxmağa başlayır. Yəni Oktayın elə bir niyyəti yox idi ki, roldan kənar nələrsə danışsın. Bu həmin anda eksprompt baş vermiş olur. Onu da səbəbi Firəngizi qabağında görməyidir. Şaqqulu və Mazandaranski onun əvvəlki tərcümə ilə oynadığını zənn edirlər. Çünki Mazandaranski deyir ki, günortadan deyirdi ki, bu tərcümə mənim xoşuma gəlmir. Oktay Firəngizdən niyə yenidən onun qarşısına çıxdığını soruşur. Hətta orada gözəl bir cümlədə deyir Oktay. Deyir ki, niyə Firəngiz həyatımın keçidlərində qabağıma çıxıb məni məhv edirsən? Yəni bunu da bildirmiş olur. Rolu yarımçıq saxlayıb getmək istəyir. Firəngiz oynadığı rolun sözlərinə görə Oktaydan onu öldürməyini istəyir. Çünki deyir artıq, mənim sözlərim bitir, sən məni öldürməlisən və bundan əvvəl də Firəngiz Oktaya dəfələrlə deyir ki, indi səhnədə bu rolumuzu bitirək, ondan sonra aydınlaşdırarıq. Bəlkə də həyatları daha gözəl davam edə bilərdi əgər Oktay Firəngizi öldürməsəydi. Amma müəllifin onda çatdırmaq istədiyi ideya alınmayacaqdı. Ona görə məqsədinə müəllif də nail olması üçün Firəngizin ölümünü labid bilir. Sonra Oktay isə həqiqətən onu öldürür və Firəngiz onu sonda bağışladığını bildirmiş olur. Baxın, bu testlərdə belə düşə bilər ki, Oktay Firəngizi bağışlayır, amma elə olmur. Firəngiz Oktayı bağışlayır. Tamaşa sonra dayandırılır. Oktay pərdələri qırıb yerə tökür, sünilikdən bezdiyini deyir. O əlindəki üzükləri Aslan bəyin başına çırpır. İkinci əşyadır bu, başa çırpılan. Oktayı tutmaq istəyirlər. O isə özü gedib ədalətə təslim olacağını bildirir. Sonra isə deyir ki, ədalət adlı bir şey yoxdur. Oktay xalqa müraciət edərək soruşur və bir də deyir ki, belə bir cəsarətli hərəkəti Şillerin idealları edər. Yəni mən bunu edə bilmərəm. Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan. Deməli, Oktayın sualı xalqa ünvanlamış olur. Yaşadaraq öldürən Firəngizdir. Belə ki, 3-cü pərdədə Oktayı sevdiyinə görə, yəni Aslan ona heç nə etməsin deyə ona o cümlələri deyir. Oktay yaşayır, amma mənlə ölür, sarsılır. Öldürərək yaşadan kimdir bəs? Bu Oktaydır. Belə ki, qızı Firəngizi öldürür həqiqətən, amma ürəyində yaşadığını bildirmiş olur. Deyir, o Firəngiz mənim ürəyimdədir, əbədi yaşayır. Sanki Firəngizi öldürməklə onu süni mühitdən xilas etmiş olduğunu düşünür. Sevərək parçalayan yenə Firəngizdir. Oktayı sevdi, amma parçaladı. Buna məcbur hiss elədi özünü. Parçalayaraq sevən isə Oktaydır. Yəni qızı öldürür, parçalayır, amma ürəyində onun sevgisini yaşadır. Əliqanlı səfillər padşahı olan Oktay oğlumu? Bu zavallı günahsız yavrumu? Firəngizi deyir. Əski mühitin bu gülünc heykəlimi? Və yaxud, baxın, Şillerin özünü belə ittihamçılar arasına salır. Deyir, yaxud Alman dahisi böyük Şillerin özümü? Və deyir, mən bura gələndə yolda bir balıqçı gördüm, qoca balıqçı, o da yalandı. Daha sonra deməli, əsəri burada yekunlaşdırdıq ümumi məzmununu bir neçə məqamlara da diqqət yetirək. Cabbarlının 1922-ci ildə qələmə aldığı Oktay oğlu əsəri 6 pərdəli faciədir. Xalq və xalqa münasibət mövzusu əsərin əsas leytmotivini təşkil edir. Xalq və xalqa münasibət. Oktay deyir, bunların arasından, yəni ya xalq, ya mən deyir, xalqı seçdim. Cabbarlının Aydın və Oktay oğlu pyeslərində milli kədər motivi diqqəti cəlb edir. Bu kədər müəllifin milli hökumətin 1920-ci ildə süquta uğramasından doğan kədər ilə əlaqəlidir. Pyesdə milli teatr quruculuğundan, bu prosesdə Oktayın etdiyi əməllərdən danışılır və əsərin finalı romantik məntiqlə yazılmışdır. Və Oktay idealist obrazdır. İdealist sözünün mənası da müsbət mənalı deyil, yəni kör-köranə, pərakəndə şəkildə hərəkətlərinin nəticəsini anlamadan onu edən insana deyilir. Yəni Arif kimi. Hüseyn Cavidin Arif kimi bir obrazdır. İndi Oktay və Firəngiz obrazlarına diqqət yetirək. Oktay surəti. Oktay milli teatr yaratmaq idealı ilə yaşayan biridir və Cəfər Cabbarlının öz prototipidir. O, bu yolda hər şeydən keçməyə razıdır və bunu öz hərəkətləri ilə təsdiqləyir. Xalqın saadəti Oktay üçün hər şeydən əvvəl gəlir. O Səməd bəyə deyir. Xalq və mən. Bu iki söz bir yerdə sığışdırılmaz. Ya mən olmalıyam, ya mənim üçün xalq olmamalıdır. Ya o olmalı, ya da mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm və o gündən deyir Oktay bir şəxsiyyət olmaq üzrə yoxdur.
O el oğludur. O böyük bir vahidin kiçik parçasıdır. Lakin pul və hakimiyyət hərisləri Oqtayı qurbanlarına çevirə bilirlər. Onu hətta doğma qohumları da anlamır. Yəni əmisi Səməd bəyin nitqindən öyrəndikdə onun nişanlısını başqa birinə verir. Deyir ki, mənə arvad tumanı geyinən oğlan lazım deyil. Onun Firəngizə olan faciəsini daha da dərinləşdirir. Yəni Firəngizə olan məhəbbəti Oqtayı həm qaldırır yüksəklərə, həm də endirmiş olur, mənlə sarsıtmış olur. Aslan bəyin təkidi ilə 3-cü pərdədə Firəngiz ona mən səni bir aktyor kimi mənəvi sevirdim deyir və Oqtayın məhvinə səbəb olur bu cümlə. Oqtay qubernatoru təhqir etdiyi üçün sürgünə göndərilir. Baxın, bu işdə də Aslanın elə birbaşa əli var. Aslan şərait yaradır. Vətənə 10 il keçəndən sonra qayıtmış olur. Sonuncu 6-cı pərdədə Oqtay Amaliya rolunda çıxış edən Firəngizi öldürür və bununla mühiti inkar motivini tamamlamış olur Oqtay. Yəni o süyniliyin cavabını, yəni intiqamını belə deyək də, süynilikdən intiqamını almış olur. Onun bu hərəkəti romantik seçim kimi qəbul olunmalıdır. Həmin an Oqtay üçün 2 Firəngiz var idi. Bir zamanlar sevgisi ilə Oqtaya qol-qanad verən, sonra da gözlənilməz hərəkəti ilə onun böhranına səbəb olan Firəngiz və Oqtayın qəlbində bəsləyib yaşatdığı, heç zaman unuda bilmədiyi, yəni saf Firəngiz. Oqtay ideal hesab etdiyi 2-ci Firəngizi yaşatmaq üçün 1-ci Firəngizi aradan götürmək qərarını verir və onu öldürür. Oqtay da Aydın kimi daxili böhran keçirir. Lakin onun böhranı daha konkretdir. Aşkar bir cəbhəyə qarşı mübarizə aparmayan Aydından fərqli olaraq Oqtaya qarşı pul və vəzifə əsiri olan insanlar durur. Oqtayın faciəsi milli idealların faciəsidir. Oqtayın prototipi müəyyən mənada Cəfər Cabbarlı özü ola bilər. İndi keçirik Firəngizə. Firəngiz pyesin əsas qadın qəhrəmanıdır. Cəsarətlidir, yəni sonda da olsa bu cəsarət özündə tapa bilir. Onun teatra, Oqtayın oyununa olan marağı get-gedə böyüyərək Oqtaya olan məhəbbətinə çevrilir. Lakin qardaşı Aslan bəy bu münasibətlərə son qoyur. 2-ci pərdədə Aslan xəbər tutur, 3-də də son qoyur münasibətlərinə. O, Oqtayın bacısına yazdığı məktubları ələ keçirəndən sonra onu sürgün etdirəcəyini bildirir. Hətta həmin səhnədə 3-də olur da, Oqtaya bildirir ki, Aslan, mən deyir, yəni ziyalı insanam, təbii ki, sizinlə deyir, tapanca dili ilə danışmayacağam, silah yəni dili ilə. Oqtay da deyir ki, məktubların yazan qız Hürriyyət nisvançı adamın bacısıdır. Yəni qoy gəlsin özü desin bu cümlələri. Və Oqtay həmin anda Aslanı bir heç adlandırır peşəsini. Çinovnik deyir, bu bir heçdir. Sonra Firəngiz isə buna razı ola bilməzdi. Bu səbəbdən o qardaşının təkidi ilə Oqtayın qarşısına çıxaraq onu yalnız bir sənətkar kimi sevdiyini deyir və onun məhvinə səbəb olur. Oqtayı məhv edən mühit Firəngizi xoşbəxt edə bilməzdi və Firəngiz bu neçə illər ərzində Oqtaya olan məhəbbətini ürəyində yaşatmaqla təsəlli tapmışdı. Qardaşı Aslan bəyin şəxsi maraqlarının qurbanı olur Firəngiz. Oqtayın yenidən səhnəyə qayıdışı zamanı onun üçün hazırlanmış planın baş tutmaması üçün hər şeyi göz önünə alaraq səhnəyə çıxır və Azərbaycan teatr səhnəsinin ilk qadın könüllüsü olur və hətta Nərgizə deyir ki, onu deyir, mən endirdim, mən də qaldıracağam. O, hər şeyi gözə alaraq səhnəyə çıxarkən rəfiqəsi Nərgizə deyir, mən onu məhv etmişəm, indi diriltmək istəyirəm. Firəngiz vəfalıdır. Oqtay sürgündə olduğu zaman onun bacısı sevəri axtarıb tapır. Əlindən gələn köməyi etmiş olur. Digər surətlər. Aslan mənfi surətdir, öz mənfəəti naminə bacısının, yəni qurban vermiş olur, onun taleyini məhv edir Aslan. O lazım olanda özünü ziyalı kimi göstərməyə çalışır, amma onun ziyalılığı zahiridir. Özünü müasir göstərmək üçün bacısını teatra aparır. Aslanın da əsl üçüzü, atası Hacı Zamanla danışarkən 3-cü pərdədə Oqtayla, yəni qarşılaşdığı səhnədən əvvəl baş verir. Özünü müasir göstərmək üçün bacısını deməli teatra aparır və bir neçə dəfə teatrı məbəd, məktəb adlandırır. Halbuki onun teatra baxışı mənfidir. Bunu da hardan görürük? 2-ci pərdənin sonunda Oqtayla Firəngizi bir yerdə görür, deyir, sən bu alçaq yerlərə, yəni alçaq yer hesab edirdi əslində teatrı. Məcburiyyətdən gəlib gedir. Onun əsl siması 3-cü pərdədə açılır. Aslan bəy hər şeyin pulla həll oluna biləcəyini zənn edir. Firəngizi unutmaq üçün Oqtaya pul təklif edir. Bacısını Oqtaydan ayırıb tanınmış tacir Qalacıxanova ərə verir. O da öz növbəsində hər şeyini qumarda uduzandan sonra Firəngizi tərk edir. Oqtayın səhnəyə qayıdışına əngəl olaraq Firəngizin sevincinə mane olmaq üçün rejissor Şəkinskiyə rüşvət verir. Vaxtilə Oqtayın çəkdiyi əziyyətin nəticəsində aktyor olan Tamara, Şəkinski, Xaspolad məsuliyyətsiz, həqiqi sənəti dərk etməkdən uzaq olan insanlardır. Şəkinski daha mənfidir, çünki o deməli Oqtaya sanki paxıllıq edirdi. Oqtay getdikdən sonra Şəkinski baş rejissor, Xaspolad isə teatrın müdiri olur. Şəkinski Tamara ilə əlbir olub rüşvət qarşılığında tamaşanın oynanılmasına mane olmaq istəyirlər. Xaspolad Oqtayın dönüşü üçün yorulmadan cəhd göstərərkən şəxsi mənfəətini güdürdü. O biletlərin qiymətini
qaldıraraq daha çox pul qazanmaq istəyir. Lazım gələndə özlərini dost adlandıran Səməd bəy və Xaspolad Oqtayın yeganə əmanəti olan bacısı Sevərdən xəbərsizdirlər. Belə. Əsərimiz burada bitdi. Bir neçə məqamlara da diqqət yetirək. Əsərin əsas hissəsini xalq təşkil edir. Xalq və xalqa münasibət təşkil etmiş olur. Oqtayın dilindən verilən ən sondakı o cümlənin də mahiyyətini sizə açıqladım. Yəni, yaşadaraq öldürən kimdir, öldürərək yaşadan kimdir. Məhəbbət Oqtayın həm həvəslənib dirçəlməsinə səbəb olur, həm də faciəsinə səbəb olmuş olur. Teatrda aktyorların bacarıqsızlığı Oqtayın bədbilliyinə səbəb olmur. Bədbilliyə düşmür Oqtay. Oqtay onlara aktyorluğu öyrətmişdi. Bir də Oqtay həm də müəllim kimi də məşğul olurdu. Onu da əsərin gedişində öyrənirik. Deyir 2 saat müəllimlik edirəm. Sonra ana Oqtay gətirir bacısını öz yanında saxlayır orada teatrda. Oqtay qohumlarının haqsız mübarizəsindən sarsılmır. Yəni onu sarsıdan Firəngizin dırnaqarası xəyanət olmuş olur. Əsərdə varvarizmlərə də, vulqarizmlərə də yer verilib. Elə Oqtaydan biz rus sözləri də eşitmiş oluruq. Həm də məsələn Hacı Zaman öz həyat yoldaşını təhqir edir, mürtədin qızı mürtəd, yəni kobud vulqar ifadələrə də rast gələ bilirik. Oqtay Sevərlə danışarkən özünü xərabələr bayquş adlandırır. Aslan bacısına, bacıma məktubu sən yazmısan deyəndə Oqtay bunu inkar etmir. Deyir, bəli, yazmışam. Aslanın üç üzü açıldığı 3-cü pərdədə atası ilə danışanda diyaloq zamanı Oqtay mədəniyyətin dirçəlişi uğrunda ardıcıl mübarizə aparmır. Diqqətli olun. Çünki bu adam sürgünə göndərilir. Ən azı burada 10 il fasilə yaranmış olur. Yəni onun teatr yaratmaq cəhdləri belə deyək də ardıcıl şəkildə davam etmir. Firəngiz Danyarın onu atmasından sonra Oqtaya olan məhəbbətini ürəyində yaşatmaqla təsəlli tapmışdı. Oqtayın müəyyən qədər düşüncələrinə, yəni teatrda Şaqqulu da dəstək verir Mazandaranskidə. Şaqqulu məsələn əvvəldə deyir ki, Səmədlə danışanda da deyir, Oqtay artıq bir həftədir ki, yatmır. Sonra deyir, biz nə vaxt Rəhimin saqqalından xilas olacağıq, nə vaxt deyir, Ruslarda da və digər ölkələrdə olduğu kimi bizim də başımızdan qızlar çiçəklər səpəcəklər. Oqtay da bunu arzuluyurdu, yəni çiçəklər səpilməsini. Və deyir, and içirəm Məkkəm, Mədinəm qədər sevdiyim o səhnə ki, mən o günü görməmiş ölməyəcəyəm. Yəni, Azərbaycanlı qızın səhnəyə çıxmağını görməmiş ölməyəcəkdir Oqtay. Yəni, bunu istəyir, and içir buna. Bu da təbii ki, baş verir. Yəni, həqiqətən də Azərbaycanlı qız Firəngiz səhnəyə çıxmış olur. Oqtay öz idealından məhrum olur. Yəni əsərdə öz idealından məhrum olan adamdır. Amma qarşısında həmin anda bircə dənə yol qalır, o da intiqam almaq. Sürgündən qayıdandan sonra Oqtay ruhən sönük idi. Yəni hər şeydən uzaqlaşmaq istəyirdi. Müəyyən qədər səhnəyə qayıdır 5-ci pərdədə, yəni qayıdır, özünü toparlamağa çalışır. Hətta Oqtay 6-cı pərdədə Firəngiz onun qabağına çıxanda deyir ki, mən yenidən qayıtdım səhnəyə, özümü toparlamağı istədim. Sən deyir, yenə mənə imkan vermədin. Sən deyir, qabağıma çıxdın, məni yenə məhv elədin. Əsərdə konfliktin əsasında milli mənafi uğrunda çarpışan insanların bir-birinə əngəl olması dayanır fikri yanlışdır. Çünki milli mənafi uğrunda çalışan bircə dənə Oqtaydı. Başqa bir tərəf yox idi ki, onlar arasında qarşıdurma yaransın. Xalqımdan deyir, Oqtay deyir ki, altın taclar gözləmirəm. Yəni, mən nəyi gözləyirdimsə, onu da alıram. Və Səməd bəy 1-ci pərdədə Oqtaya deyəndə ki, xalq səni anlamır. Oqtay deyir, bəli, anlamır. Yəni, bu cümlə ilə də Oqtay razılaşmış olur və Səməd də deyəndə ki, mən sənin cavabını gözləyəcəm. Deyir, mən sənə artıq nə cavab verdimsə indi verdim. Yəni, gözləmə. Bunu da bildirmiş olur. Oqtayı həm yuxarı, həm də aşağı insanlar sıxışdırır. Yəni, həm yuxarı təbəqənin insanları, həm də aşağı təbəqə, məsələn, əmsigil. Bunlar da sıxışdırmış olur. Oqtay əsərin sonunda suallarını xalqa ünvanlamış olur. Və Oqtayın gözləntisini Firəngiz yaratmır. Bu da 3-cü pərdədə baş verir. Çünki Oqtay gözləyir ki, Firəngiz ona tərəf olan bir cümlə səsləndirsin. Bu da olmur. Firəngiz teatrlara çox getmişdi və Firəngizin nitqini, yəni düşüncəsini Nadia 1-ci pərdədə Oqtaya çatdırır. Deyir ki, Firəngiz bildirir ki, Oqtay Karlı ruslardan daha gözəl oynayır və dəfələrlə də teatrlara deyir, biz getmişik. Sonra Şaqqulu aktyora qiymət verilməsini istəmişdi. Oqtay Səmədin niyə gəldiyini artıq əvvəldən bilirdi. Çünki deyir, mən bilirəm sən niyə gəlmirsən, bir-bir sadalayır. Oqtayın dilinə bağlı düşüncələrinə də əsərdə yer verilib. Məsələn, bayaq ki qeyd etdiyimiz məqam Sevərə deyir ki, Allah məni yaradıb, ya mən onu yaratmışam və yaxud da sonda Firəngizi qızı öldürəndən sonra deyir ki, sənin yaratdığın Firəngiz deyir məhv oldu. Yəni Allaha sanki müraciətlə xitabən. Mənim yaratdığım Firəngiz isə deyir, mənim ürəyimdə hələ də yaşayır. Xaspolad Sevəri müstərib yavru adlandırır. Yəni deyir, heç olmasa bu qıza görə sən qəbul et səhnəyə qayıtmağı, yəni gəlməyi. Oqtay təkcə Firəngizin sevgisi qarşısında aciz olduğunu bildirmiş olur. Hər şeyin süni olduğu mühitdə, bu da maraqlı məqamdır. Deməli, Oqtay Firəngizə deyir ki, hər şey sünidir bu həyatda. Amma deyir, bircə dənə həqiqi olan məhvum var idi. Bu da mənim deyir ürəyim idi. Axı deyir, o süni, yalan deyildi.
Belə Oktay öz idealını yəni qazanmış olur. Belə ki, teatr səhnəsini görür. Digər arzusu Azərbaycanlı qızın səhnəyə çıxmağı idi, intiqamın alınmağı idi. Bunların hamısını edir və sonda da Firəngizi öldürmüş olur. Bu əsər çox geniş əsərdir. İndi bacardığım qədər, yəni yadıma düşdüyüm və burada qeydlər üzərində olan məqamları əhatə etməklə mən istədim ki, sizlərə geniş təfsilatlı bir təhlil verim. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Kanala abunə olub bəyənməyi unutmayın. Sizlərlə mən idim Aytaç müəllimə. Daha çox belə izahların olmasını istəyirsinizsə, daim kanalımızı izləyin. Sağ olun.